Bugün Türkiye'nin ilk keramik pilter markası Seranit ve ofis mebel sektorunda Türkiye'nin aparıcı markalarından biri olan Zivella 30 May Cümə günü Bakı Kongres Mərkəzində keçiriləcək foruma hazırlıq çərçivəsində Zəncəfi restoranında səhər yeməyi ilə mətbuat konfransı keçirilib. Konfransda media nümayəndələri iştirak edib. Tədbirdə qeyd olunub ki, Türkiye'nin aparıcı keramika istehsalçısı Seranit Türkiye'nin ofis mebel sektorunda aparıcı brendlərindən biri olan Zivella ilə birlikdə Azərbaycan yəni Bakı şəhərində tədbiri təşkil etməyə hazırlaşırlar. Tədbir mayın 30-unda Cümə günü saat 13:00-dan 18:30-a dək Bakı Kongres Mərkəzində baş tutacaq. Memarlıq, sənaye dizaynı və şəhərsalma dünyasının aparıcı adları ilə bir araya gələcək. Yaşayış məkanlarını, şəhərləri və obyektləri formalaşdıran, uzaqgörən fikirlərin müzakirəsi üçün də unikal platforma yaradacaq bu tədbir bu sahədə mütəxəssislərlə dizaynın gələcək rolunu yenidən müəyyənləşdirməyə yönəldiləcək. Qonaqlar konferansın sonunda xatirə fotosu çəkdiriblər. Söylə Ağazadə, Müqabil Bəbirxanov, Səs TV xəbər.